Həzrəti Əbülfəz deyir Kərbəlada ən ağır hadisə. Deyir İmam Hüseyn onu çağırdı. Dedi ki, sənə bir tapşırığım var. Get onlardan su istə. Bir filosof deyir ki, mərd kişi üçün dünyada ən ağır iş namərdə ağız açmaqdır. İndi Həzrəti Əbülfəzə deyib ki, get su istə. Necə istəsin? Bir danışması var orada Şimirlə. Allah ona lənət eləsin. Nə bilim, o danışma adamı dəhşətə gətirir. Gündə Həzrəti Əbülfəzlə yaşayıb da indi bunları deyəndə. Deyib ki, bizim dinimizdə it və donuzun suya ehtiyacı olsa, ona su verərlər. Şəriətdə də belədir də, məsələn, sənin dəstəmaz alacaq qədər suyun var, amma o yanda it susuzdur. Allah deyir ki, dəstəmaz alma, o suyu o itə ver. Deyir, bu bizim dinimizdir. İndi sizə sual verirəm. Fatimənin oğlu Hüseynə su verirsiniz. Mən bilmirəm daha su istəmək üçün bundan daha başqa cür nə demək olar. Yəni, Şimir girdi, deyir, çayın içinə, çəkmələri ilə, deyir, çay bulandırdı, pis günə qoydu, içəcək vəziyyətdən çıxartdı suyu. Dedi, sənin alan Yezdə beyyət eləməmiş, mən ona bir qurtum da sudan verməyəcəm. İçəcək bir qurtum da su verməyəcəm. İndi Həzrəti Əbülfəz qayıdır İmam Hüseynə sarı ki, su ala bilməyib, baxın, istəyə bilməyib. İndi Həzrəti Əbülfəzə icazə verilib ki, get su gətir. Nə yolundan olursa olsun, get su gətir. Onları öldürməyə bahsına olsun, get su gətir. İndi gedib su gətirməyə, gedəndə bir dənə pəhləvan, qəhrəman, qaydanda isə o pəhləvan deyil, o qəhrəman deyil. Gedəndə kim çıxır qabağına, o cənazə edir. Amma qaydanda elə deyil. Qaydanda isə gözünə ox dəyilir, qolları kəsilir. Niyə? Çünki gedəndə suya sarı gedir. Çox şücaətlidir. Qaydanda isə su gətirir. Qorxur. Cümləni demək ağırdır, Həzrəti Əbülfəz qorxur. Suyu çatdıra bilməməkdən qorxur. Deyir, orada niyə düşür? İki qolu kəsilib, amma hərəkət edib. Gözünə ox dəyib hərəkət edib. Hərəkəti nə zaman dayanıb? Məşqinə ox dəyəm. Su qabına ox dəyir. Su dağılır, su yoxdur deyənə gedə bilir. Qol yoxdur, hərəkət var. Sağ qol yoxdur, hərəkət var. Sol qol yoxdur, hərəkət var. Gözü ox dəyib hərəkət var ki, su çatmalıdır da, mən su çatdırmalıyam.